Salam, hər vaxtınız xeyir kanalımın dəyərli izləyiciləri. Bu günlər mən sizə Xırdalan şəhərində 26-cı məhəllədə çox gözəl bir təklifdə 3 otaqlı həyət evi çəkib təqdim edirəm. Evimizin giriş hissəsinin baxın görürsünüz, belə bir giriş hissəsi var. Bir sotda inşa olubdur. 3 otaqdır, tam mülkiyyət. Torpağın evində çıxarıcı var. Evimizin zalını görürsünüz. Pəncərəsi qonşunun həyətinə baxmır, küçəyə baxır. Dörd tərəfi də cütdaşdır. Dəmir barmaq görürsünüz. Evimiz əsas yoldan 100 metr içəridə yerləşir. Avtobus da evimizin yanından keçir, 28 may kimi gedir. Və burası da evimizin mətbəxidir. Əgər istəsəz buradan qapını açıb, buranı koridor kimi istifadə edirsiniz. Baxın, bu hissəni də mətbəx kimi istifadə edirsiniz. Yəni şərait var. Evimizin sanitar qovşağıdır. Yəni kafelləri hamısı, yəni heç birində qırıq, sınıq yoxdur, normal vəziyyətdədir. Sayğacları hamısı tam qaydasındadır. Bir dənə otaqlara təmir lazımdır. Yəni burada maya aboydur. Cütdaşlı görürsünüz buradan. Bir sotda 3 otaq düşmə bir qiymətə. Baxın, bu da evimizin 3-cü bir otağıdır. Yenə pəncərəsi də küçəyə baxır. Evimizin qiyməti 75 min manatdır. Niyə? Ona görə ki, bu evi alana üstündə avtomobil hədiyyədir. O avtomobili də mən çəkib sizə təqdim edəcəm. 75 min manatda 3 otaqlı tam mülkiyyət həyət evi. Kim aldı? Avtomobilin açarını verəcəm sizə hədiyyə. Məndən bu qədər. Linkdən nömrəmi qeyd edirəm, zənginizi gözləyirəm. Sağ olun dostlar. Mənim sizə dediyim az əvvəlki avtomobil budur. Demək, 75 minə bu avtomobil, gördüyünüz avtomobil hədiyyədir. Ev sahibi tərəfindən həmin evi kim alsa ona hədiyyə veriləcək. 2014-cü ildir. Baxın salonuna. Baxın görürsünüz, koja salondur. Hamısı tam qaydasında, super vəziyyətdədir. Baxın vəziyyətinə görürsünüz, təkərlər təzədir. Çəkim göstərim sizə, arxadan da göstərim. Baxın, bu vəziyyətdə. I7, demək ki, o markalı avtomobildir. Gözəl bir təklifdir. 3 otaqlı həyət evini alana belə bir maşın hədiyyə. 75 min manata. Məndən bu qədər, sağ olun.